Özümüzün məhsullarımızı şərait yaradıblar. Sağ olsunlar. Biz fermerik gətirib burada malımızı satırıq. Sərf edir. Şükür. Neyini başka giden yerimiz var. Alıcılar da razıdır. Çox sağ olsunlar. Yəni gəlib alırlar. Hardan gətirmisiniz deyir? Ağdaşı. Yerli olduğuna göre daha üstünlük. Neçə kilo adətən alır? 3 kilo, 4 kilo alır. Qiyməti bəs? 3.50, 3.30. Hardan gəlmisiniz? Gədəbəy. Gədəbəydən. Süd məhsulları da sizdən. Bəli, bəli. Necədir, satış gedir? Yaxşıdır. Pis deyil şükür. Hər cibə uyğun mal var. Neçədən başlayır şorun qiyməti? Şorun qiyməti 3 manatdan başlayır. Pendirin qiyməti 5 manatdan başlayır. Üzü yuxarı. Nə bilim, çolpalar 8-ə, 7-yə, 10-a. Daha məsləhətidir bura gəlmək yoxsa marketə üzü tutmaq? Əlbəttə bura məsləhətlidir. Marketlə bizdə böyük qiymətlərdə fərq var, ucuzluqdur. Biz 17 manata qoyduğumuz ləpənin marketdə 25 manata qoydu. Bazar üstü orada keçin baxın. Bizdə 16 manat, 17 manat, yəni ucuz qiymətlərdir 16 manat. Bunlar 14 manatdır. Yəni 13 manata var, 11 manata var. Yəni qiymətlər münasibdir. Kişmiş. Kişmişdən 8 manat. Hardan gəlmisiniz? İsmail Nə gətirmisiniz? turşulardır, mürəbbələrdir, bəkməzlərdir, sirkədir, pip yarpağıdır. Bazardan xeyli aşağı. Ona görə də alıcılıq qüvvəsi var. Neçədir zeytun? Zeytun məsələn 2 manat. 2 manat. Bəli. Sarımsaq? Sarımsaq 4 manat. Pomidor, xiyar? Pomidor, xiyar 3 manat. Alma sirkəsidir, İsmaildə özümüz iraqlayırıq. Qızıl Əhmədlə. 1000 cür dərdin dərmanı. Hər səhər yarım stəkan qaynamış suya bir xörək qaşı tökürsünüz, içirsiniz. Bütün bədəndə nə qədər artıq şeylər var, onları təmizləyirsiniz. 3 manatadır, hə? 3 manat.